testimiz var. Onlara da baxacağıq Rus Qacarlardan. İlk növbədə 5-ci paragrafın müəyyən izahı və sual-cavabla baxacağıq. Zaten bunu evə işləməyə vermişdim sizə. İndi baxaq görək sual-cavabda ümumi şəkildə nələr var. Təbii ki, biz burada islahatlardan danışmışdıq və bir daha feodalizmi yada salacağıq. Feodalizmin nə olduğunu, feodalizm haqqında bir geniş şəkildə danışacağıq. Artıq bu dövrlər keçən dəfə reskriptə baxdıq. 1846 6 dekabr reskripti. Sonra 1847-ci il Kəndli Əsasnaməsinə baxdıq. Bir də quberniyaların yaradılması haqqındakı o 1846 14 dekabr islahatlarına baxdıq. Onlarla bağlı da müəyyən sual-cavabımızı eləyəcəyik. İndi o hissələr biraz çətin bölmələrdir, xırdalıqlardır. Müəyyən qədər yadımızda qalacaq. Bir daha qayıdacağıq bunlar üzərinə. Sadəcə bu yay dərslərində o hissədən nə yadımızda qalsa qənimətdir ki, mən növbəti proseslərdə sizi bununla bağlı inkişaf etdirə bilim. Belə. Yaxşı, ilk növbədə biz danışaq buradakı Şimali Azərbaycanda kapitalist münasibətləri. Kapitalist münasibəti feodalizmdən sonra gələn quruluşdur və biz ümumi şəkildə indi keçdiklərimizlə, keçmədiklərimizlə bir təkrar olaraq lap başdan geçsək, ən qədim dövrümüz ibtidai icma quruluşu olaraq bilinir. İbtidai icma quruluşu da bərabərliyin əsas götürüldüyü quruluşdur. Dəniz, ibtidai icma quruluşunun dağılmasıyla yeni formalaşan quruluşumuz hansı idi? Qəbilə. Yox, qəbilə ibtidai icmanın daxilindədir. Quruluşdan söhbət gedir. Quldarlıq. Quldarlıq. Ayda. Quldarlıq quruluşu idi. Quldarlıq ümumən nə deməkdir? Qullar olan, yəni. Yox. Qul ilə quldar arasındakı münasibət. Bəli, quldarla qul arasındakı münasibət sisteminə deyilir. Yaxşı. Sən mənə deyə bilərsənmi ki, indi qul ilə quldar arasındakı münasibət sistemi quldarlıqdır. Sən mənə de görək, bəs quldarlıqdan sonra yaranan quruluş hansıdır? Feodalizm. Feodalizm. Yaxşı. İndi keçdiklərimizdən kim mənə deyə bilər, əl qaldırsın? Feodalizmin şərq dünyasında yaranışı neçənci əsrə düşür? Şərq dünyası feodalizm neçənci əsrdir? Baxaq. Demək burada yaxşı, Leyla desin. Buyur Leyla. 3-cü əsr. 3-cü əsr, bəli. Bəs qərb dünyasında deyə bilərsənmi, hansı hadisə ilə quldarlığın sonu, feodalizmin yaranışı? Müəllim 5-ci əsr idi. Bəli, 5-ci əsr. Hansı imperiyanın süqutu ilədir bu proses? Ya da sağ. Roma. Roma deyəndə, hansı Roma? Şərqi, yox qərbi. Qərbi Roma. Neçənci ildə süqut olunur Qərbi Roma? Zaman deyə bilər Qərbi Romanın süqutunu? Mənim Qərbi Romanın süqutu 395-ci ildə idi. Yox, o Roma imperiyasıdır. Dəniz deyə bilərsən? 476. 476, bəli. Bəli, 476-da Avropada, yəni qərb dünyası deyəndə söhbət Avropa nəzərdə tutulur. 476-da 5-ci əsrdə qərb dünyasında, yəni Avropada quldarlıq quruluşunun daha doğrusu quldarlıq quruluşunun sonu bəli, feodalizmin başlanğıcı olaraq bilinir. Və ümumi şəkildə biz Azərbaycanı Rusiyanın işğalı prosesi dövrünə baxırıq. Yəni 19-cu əsrin ikinci yarısında hansı ki
1850-dən 1899-cu illərə qədər olan proses və ondan sonraki illər təbii ki, Azərbaycan Rusiyanın tərkibində olub. Rusiyanın müstəmləkəsi olub. Müstəmləkə nədir? İşğal edilmiş ərazi. Bəli. Və buna görə də biz burada Rusiyaya baxırıqsa, Rusiyanın biz əsasən şərq dünyası, yəni əsas ərazisi şərqdədir deyə şərq dünyası olaraq adlandırırıq və şərq dünyasında da Rusiyada məsələn feodalizmin başlanğıcı 3-cü əsrdən ta ki 19-cu əsrə qədər davam edibdir və buradakı keçirilən 1846-cı il, 1847-ci il islahatları təbii ki, artıq feodalizm quruluşunun sona çatması kapitalizmin başlanğıcı idi. Kapitalizm nədir ümumilikdə? Kimin oxuduqları ilə bağlı fikri var ki, kapitalizm nədir? Kim bu haqda məlumat verə bilər? Kapitalizmin nə olduğu haqda? Aha. Bizim dövlət də indi kapitalizm sistemi ilə. Bəli, dövlətimiz də kapitalizm sistemidir. Sadəcə mənə lazım ki, oradan oxumusunuz. Kapitalizm... Yəni, hər kəs öz qərarını verə bilir də. Hər kəsin öz qərarını vermək hüququ var. Müstəqillik var nisbətən. Müstəqillik. Aha. Daha proses. Məsəl üçün, feodalizmdə dedik ki, feodalla kəndli arasında münasibətdir. Quldarlıqda deyirik ki, quldarla qul arasındakı münasibətdir. Bəs kapitalizmdə nə deyə bilərik? Bax, kapitalizmdə nədir? Prezident, imperator arası danışa bilmədim. Onlarla insan arasındakı münasibət. Yox, biraz tam seyr edə bilmədik. Baxın uşaqlar, bu nə deməkdir? Kapitalizm, kapitalist. Kapitalist kimdir? Kapitalist zadəcandır, varlı insandır. Kapitalist kimdir? Kapitalist sahibkardır. Kapitalist kimdir? Bundan əlavə, sahibkardan əlavə. İşi, biznesi olan adamdır, müdür. Bəli, bu kapitalistdir. Yerdə qalır muzlu. Muzlu kimdir? Muzlu fəhlədir, işçidir. Bəli. Məsəl üçün, tutaq ki, müəllimin özü belə bir muzlu işçidir. Amma məsələn, məktəbdə işləyən müəllim muzlu işçidir. Niyə muzlu işçidir? Çünki dövlətdən asılı. Dövlət burada nədir? Dövlət burada sahibkardır. Zadəcandır. Bəli. Dövlətdən asılılığı var. Gedir onun müəssisəsində işləyir, axırda maaş alır. Muzlu işə görə maaşı təyin olunan adamdır. Pul münasibətləri. Aydındır. Bir dəqiqə. Sahibkar kəndli, dövlət kəndlisi. Hə uşaqlar, belə dinləyin. Sahibkar kəndli, dövlət kəndlisi. Bu öz yerində. İndi bizə lazımdır. Burada Azərbaycan feodalları. Hələ ki, o 19-cu əsrin ortasından gedir. Yavaş-yavaş islahatlar gedir ki, kapitalizmi möhkəmləndirsinlər. Bayaqların başda danışdığım kapitalizm. Bəs burada nə baş verirdi? Bax, burada Azərbaycanlı feodallarda məsələ ondan ibarəti ki, Rusiya Azərbaycanı işğal etdikdən sonra Azərbaycanlı feodalların hüquq və müəyyən vəzifələrini əlindən almışdı. Yəni, müsəlman idi, Rusiyada xristiyandı. Gəlib, müsəlman torpağını işğal edib, ilkin dövrdə qorxur ki, Azərbaycan feodalı müəyyən qədər işğaldan çıxmaq üçün Rusiyaya qarşı gələcək. Ona görə onun hüquqlarını əlindən alır. Bəs bu proses hansı çətinlikləri yaradır? Təbii ki, kəndlilər üzərində çətinliklər yaranır. Məsəl üçün, əvvəllər Azərbaycan feodalları döyüşlərə gedirdilər, müharibədə qənimətlər əldə olunurdular. Orada hərbi qənimətlərdən bu Azərbaycan feodallarına da müəyyən pay verilirdi.
Amma daha Rusiya işğal etdikdən sonra o pay kəsilmişdi. Bəs bunlar nə edirdilər? Bunlar da o payı ala bilmədiklərinə görə Azərbaycanlı kəndlilər üzərində vergiləri artırırdılar ki, daha çox pul yığsınlar. Bəli, daha çox vergi yığsınlar ki, bunların əvvəl qazandığı qazançlar azalmasın. Kəndli pis vəziyyətə düşürdü. Bəli, bax bu proses ümumi şəkildə kəndlilərin vəziyyətini ağırlaşdırmağa doğru davam edirdi. Bu öz yerində. Üçüncü proses. Rusiya Azərbaycanı işğal etdikdən sonra Azərbaycanı hansı prosesə, hansı məqsədə görə işğal etmişdir? İlk növbədə satış bazarının formalaşdırılması. Baxın, Rusiya ərazisi soyuq ərazidir. Düzdür, Rusiyanın bugünkü gündə nefti də var, qazı da var, dəmri də var, misi də var, alüminium da çıxardır. Yəni, bütün metallar və yanacaq məhsulları var Rusiyanın. Amma bu müasir dövrdə texnologiyadan sonra oldu. Texnologiya olmamışdan əvvəl Rusiyanın ərazisi soyuq idi deyə, oradan neft, qaz, dəmir, bu kimi şeylər çıxartmaq olmurdu. Azərbaycanın iqlimi, təbiəti yaxşı olduğuna görə indi coğrafiyaçılarla, məsəl üçün coğrafiyaçılar bunu daha yaxşı anlayır, biz o iqlim şəraitini keçəndə, məsəl üçün coğrafi prosesdə Azərbaycanın iqlimi Rusiyanın iqlimindən daha istidir. Rusiya müəyyən qədər soyuqdur. Orada bir fəhlənin götürüb əlinə lapaqqa ilə qazıb, dəmir qazıb çıxartması, neft qazıb çıxartması çətin məsələdir. Soyuqdur. Amma Azərbaycanda bu sadə idi. Məsələn, qış aylarında belə bəzən bu mərkəzi Aran zonasında Kürdəmirdir, Biləsuvardır, Beyləqandır, nə bilim, İmişlidir, sonra oradan keçək Hacı Qabuldur, oradan bu tərəfə baxsaq Bərdə zonasıdır, Ağcabədidir. Bu hissələr bizdə, biz fikir veririk ümumi şəkildə. Təbiətinə görə, iqlim şəraitinə görə qışda da çox soyuq olmur. Hava şəraiti müsbət, normal olur. Ona görə Azərbaycanda faydalı qazıntılar, o nefti, qazı, bu kimi şeyləri çıxartmaq əlverişli idi. Məsəl üçün Azərbaycanda, məsələn sən Rusiyada pambıq əkə bilməzsən, ərazisi soyuqdur çox. Yəni əkərsən, oradan götürülən məhsul sənin çəkdiyin əziyyətə dəymir. Amma Azərbaycanın mərkəzi rayonlarında, Kürdəmirdə, Beyləqanda, Ağcabədidə pambıq əkirsən, Yevlaxda zadda. Məhsul çox bol şəkildə olur. Yəni əkməyə dəyir. Rusiyada fikirləşirdi ki, Avropa ölkələrinə pambıq, isti paltar lazımdır, pambıqdan hazırlanan, ipək lazımdır, ipək parçalar çox baha qiymətə gedirdi. Deyirdi ki, mən bu Azərbaycanı işğal etdikdən sonra bu ərazidə bu məhsulları yetişdirib baha qiymətə aparıb sata bilərəm. Plus da bu Azərbaycanın nefti qazı. Nə etsən dəyirdi, Rusiya texnologiyası üçün lazım idi, gələcək texnologiyası üçün və Avropaya satmaq üçün. Çünki əsas enerji növlərindən biri idi. Nefti, qazı. Bəli, bu proseslər Azərbaycanı işğal etməyə və Azərbaycanın yavaş-yavaş Rusiyanın tam ərazisinə çevrilməyə başlamasına şərait yaradır. Və əsas məsələ burada qeyd etdiyim sənətkarlar məsələsidir. Sənətkarların vəziyyəti ağırlaşır. Desəz müəllim, niyə ağırlaşır? Məsəl üçün, düşünün ki, bir heykəltəraşdır. Heykəl hazırlayır ki, baha qiymətə satsın. Amma Avropada heykəltəraşlığın texnologiyası var. Heykəli bir saat içərisində hazırlayır. Və o, məsəl üçün, bir gün içərisində 15-20 dənə heykəl hazırlayır. Bir heykəltəraş bir heykəli hazırlamaq üçün bir həftə 10 gün vaxt sərf edir. Məsələn, əl sənəti ilə olan bir həftə 10 gün heykəltəraş götürür, 10 gün xərclədiyinə görə heykəli satır 500-1000 manata. Texnologiya vasitəsi ilə hazırlanan heykəl qısa vaxtda hazırlandığına görə satır 50 manata, 60 manata.
Yəni ona görə Azərbaycandakı sənətkar, yəni digər sahələrdə də başlayırdı məhsulunu sata bilməməyə və beləliklə artıq o sənətkarın əlinin əməyi sıradan çıxmağa başlayırdı. Və bu proses gördüyümüz kimi ümumi sənətkarların da sonra vergilərin artırılması kəndlərin də vəziyyətini ağırlaşdırırdı. Və bu Azərbaycanın ümumi xarakteristikasıdır o dövr üçün. Keçək növbəti hissəyə. Azərbaycanda islahatlar ərəfəsində sosial-iqtisadi vəziyyət. Məsələn, sosial dedikdə insan başa düşdük bayaqları. Bəs iqtisadiyyat nədir? İqtisadiyyat ümumən istehsalat prosesidir. Bax, belə deyək də, gedirik zavoda. Bir velosiped istehsal edirsən, bu iqtisadiyyatdır. Məsəl üçün, götürsən o velosipedi satıb ticarət aparırsan, bu iqtisadiyyatdır. Və sosial iqtisadiyyat nə deməkdir? Sosial iqtisadiyyat insanların maddi vəziyyətini təmin edir. Məsəl üçün, bir insanın üçün iş yeri var, o nə ilə məşğuldur, o nə qədər vergi verir, onun vəziyyəti necədir, o hər hansısa bir işdə işləyirmi, qazancı varmı, aylıq ailəsinə baxa bilirmi? Və bunlar hamısı sosial-iqtisadi proseslərdir. İnsanın maddi və istehsalat baxımından vəziyyəti nəzərdə tutulur sosial-iqtisadi vəziyyət dedikdə. Bax, bu öz yerini göstərir. Məsələn, islahatlar ərəfəsində müəyyən narazıçılıqlar var idi. Bax, kəndlərin vəziyyəti ağırlaşdı, vergilər artırıldı. Bayaqların danışdığımız proses. Bəli, vergilərin artırılması sosial vəziyyəti pisləşdirir. Yəni, insani vəziyyəti pisləşdirir. Məsəl üçün, İndi bu kapitalizm dövründə də bu mövcuddur. Məsəl üçün, işıq pulu. İşıq pulu əslində bir vergidir. Bəli. Məsəl üçün, hamımız Azərbaycan vətəndaşıyıq. Məsəl üçün, o işıqdan biz pulsuz istifadə edə bilərik. Amma o bizə vergi kimi satışa qoyulur o işıq pulu. Biz vergi ödəyirik. Həmən işığa görə. Sadəcə bu prosesdə işıq pulunda könüllülük məsələsi var da. Deyir ki, istifadə eləmək istəyirsən, yandır. Çox yandırasan, çox verəsən, az yandırasan, az verəsən. Burada könüllülük məsələsi var. Amma vergidə könüllülük məsələsi zadı yox idi əvvəl. 10 manat idi, indi 20 manat edirəm. Sən daha deyə bilməzsən, mən torpaq əhmirəm, verməyəcəm. Nə sən əhməlisən də, verməlisən də, məcbursan. Başqa yönü yoxdur. İndi sənin könüllülüyün var. İşıqdır, az yandırıram, az verəcəm. Problem yoxdur. Amma o dövrdə yox. Sən istəyirsən az istifadə elə, istəyirsən çox istifadə elə. Aylar 20 manat qoyulub, onu da verməlisən. Başqa yönün yoxdur. Bax, kapitalizmlə feodalizmin arasındakı proses budur. Yəni, kapitalizm daha azad seçimdir. Amma eyni zamanda müsbət cəhətlər var idimi? Təbii ki, müsbət cəhətlər də var idi. Buradakı, məsəl üçün, burada müsbət cəhətlər nə kimi xüsusiyyətləri var idi? Bax, əmtə pul münasibətlərinin genişlənməsi. Bu nəyə səbəb olurdu? Məsəl üçün, pul prosesi inkişaf etdikcə kəndlilərin də ticarəti böyüyürdü. Məsəl üçün, tutaq ki, əvvəl deyirdi ki, kəndliyə, dövlət, nə qədər məhsul yığmısan? Deyirdi ki, 150 kilo. Deyirdi, onun 1/10 mənimdir. 15 kiloqramım mənimdir. Mütləq. Fərqi yoxdur. 150 kilo səni bəs elədi, eləmədi. Yəni, 150 kilonun sən 15 kiloqramını verməliydin. Mütləq şəkildə. Ola bilər ki, sən ailən üçün il ərzində 300 kiloqram istifadə edəsən. Taxıl, məsəl üçün. Buğda da yenə. O maraqlı deyildi ki, sən 150 kilon var, mən bundan almayayım. Buna çatmır. O deyirdi ki, 1/10 hissəsi mənimdir. Bu bir qaydadır. Və bu malcəhət vergisi adlanırdı. Amma əmtə pul münasibəti inkişaf edəndən, demək, 1852-ci ildə belə bir proses çıxır. Deyir ki, əmdə pul münasibətini inkişaf etdirmək üçün kəndliyə deyir ki, sən vergini mənə pulla ödə.
Deyir çıxart məhsulunu bazara, bazarda sat, pulla ödə. Yəni orada bir pul məbləği qoyurdu. Əslində pul məbləği məhsula nəzərən daha ucuz gəlirdi. Ola bilər ki, sənin satma qabiliyyətin daha yaxşıdır. Çıxartmısan məhsulu 1 kiloqramını 15 manata satmısan. Bu da sərgəmi məsəl üçün 20 manat vergi qoyubdur. Sən onda 1 kiloqram yarım elə bir ki, məhsulu satanda 20 manat aparıb ona verirdin. Yəni pul münasibətləri, əmtə pul münasibətləri kəndlərin vəziyyətində müəyyən qədər yüngülləşdirirdi. Amma sənaye mallarının əldə etmək ehtiyacı bu kimin üçün idi? Bu təbii ki, sahibkarlar üçün idi. Məsələn, düşünün ki, bugünkü gündə bir kəndli fermer var. O traktor almalıdır. Və torpağın da bir hissəsini veribdir kəndliyə. İndi bu traktor almaq üçün əlavə qazanmalıdır da bu sahibkar. Bu nə edirdi? Avtomatik o traktoru ala bilmək üçün kəndlinin üzərinə əlavə vergi qoyurdu ki, qoy onun pulunu yığsın ki, oradan gəlib traktoru ala bilsin. Bax, bu proses aşağıda sənaye mallarından əldə etmək ehtiyacı. Bu proses kəndlinin vəziyyətini pisləşdirirdi. Çünki kəndlinin üzərinə əlavə vergi qoyurdu ki, sahibkar sabahlarım o traktoru ala bilsin, o maşını ala bilsin, o nəyisə ala bilsin, texnologiyanı ala bilsin. Bəli, bu prosesdə sonunda təbii ki, kəndlilərin narazılığına səbəb olacaq. Biz qabaqda baxacağıq, bu dərsimizdə yoxdur. 1868-ci ildə Zaqatalada üsyan baş verəcək. Bəli, axırda üsyana səbəb olacaq bu. Bu öz yerində. Keçirik, bax, burada burca islahatların keçirilməsinin səbəbləri, bayaqları əslində başlanğıçda bu haqda bir müzakirə etdik. Krım müharibəsində məğlubiyyət. Yəni, Rusiya Krım müharibəsində məğlub olduqdan sonra gördü ki, artıq bunun texnologiyası inkişaf etməyib. Hələ texnologiyası inkişaf etmədiyinə görə məcburi şəkildə bu belə deyək də, Osmanlı, İngiltərə, Fransa qarşısında məğlubiyyətə uğrayıb. Əgər bu inkişaf etsəydi texnologiyası, bunun hərbi texnologiyası, bunun digər texnologiyası inkişaf etsəydi, gəlib o müharibədə qalib gələ bilərdi. Deyirsiniz ki, müəllim, hərbi texnologiyadan başqa nə müharibəni qazandıra bilər ki? Təbii ki, əkin sistemi qazandıra bilər. Necə? Məsəl üçün, bir var ki, insan əlinə o bel deyirlər, lapaqqa, götürsün, torpağı şumlasın. Bir də var traktorla şumla. Traktor torpağı dərindən şumluyur, məhsul da bol olur. Məhsul bol olanda sən kənara, xarici dövlətlərə məhsul sata bilirsən, oradan gələn pulla sən gedib hərbi sursat ala bilirsən. Bəli, yeni texnologiya ala bilirsən. Ya da ki, təhsili inkişaf etdirə bilirsən o gələn pulla. Təhsilli şəxslər sabah sənin hərbi sənayəvi inkişaf etdirərək yeni silahlar əldə etməyə və kömək edir. İndi bu prosesləri biz ilin əvvəlindən, avqustdan yavaş-yavaş başdan gələcək. Orada zaman-zaman bu hissələrə çatdıqca daha yaxşı başa düşərsiniz o məsələləri. İndi bax, burada Krım müharibəsində məğlubiyyət qeyd etmişəm. Hərbi texnika sənayenin geri qalması. Sənaye bayaq dedim də, istehsal prosesidir. Nəsə, dəmirdən tank istehsal edir, dəmirdən silah istehsal edir. Bu sənayedir. Bax, dünyanın aparıcı dövlətlərindən geri qalma. Aparıcı dövlətlər burada haranı verir? Bax, yaşıl rənglə verdiyimiz Rusiyadır. Göy rənglə verdiyimiz ABŞ-dır. Bu tərəfdə kiçik Avropanın dövlətləridir ki, onlar da inkişaf etmişdi, onlardan geri qalırdı. Sosial ziddiyyətlərin kəskinləşməsi. Sosial nədir? İnsani ziddiyyətlər. İnsani ziddiyyətlər də harada baş verdi? Aşağı təbəqədə, kəndlilər arasında. Ölkə daxilində ziddiyyətlərin artması sosial partlayış təhlükəsi. Bax, bu nədir? Bu, coğrafiyada da tez-tez çəkən bir ifadədir. Sosial partlayış. Sosiallıq, yenə deyirəm, insani amil. İnsan partlayışı. Bu nə deməkdir ümumən?
Gəlin buna bir nəzər yetirək. Aha. Baxın, uşaqlar, sosial partlayış demək nədir? Elə bil ki, Rusiya əvvəllər çoxlu şəkildə bu valideynləri təhrik edirdi ki, onları mükafatlandırırdı ki, çoxlu şəkildə övlad dünyaya gətirsinlər. Və səbəb nə idi? Çünki bu övlad gələcəkdə böyüyürdü, kənd təsərrüfatında işləyən işçiyə çevrilirdi. Yəni Rusiya üçün insan lazım idi işləmək üçün. Və Rusiya zaman bu prosesi davam etdirir, insan sayı artır, kəskin şəkildə artır. Sonra görür ki, bu insan sayı artır, amma buna ərzaq çatdıra bilmir. Bunları qidalandırmaq üçün ərzaq çatdıra bilmir. Bunlara maaş sistemini təmin edə bilmir. Bəs onda nə baş verir? Təbii ki, onda əhali üsyana qalxacaqdır. Və bugünkü gündə Azərbaycanda tutaq ki, düşünün ki, əhalinin 70-80% işsiz olsa, vəziyyət necə olar? Əhalinin əgər çox hissəsi işsiz olsa, ölkədə üsyanlar qalxar. Münaqişələr yaranar ölkədə avtomatik şəkildə. Bax, məsələ bundan ibarət idi və sosial partlayış insan artımı məsələsini özündə biruzə vermişdi. Yəni, orada nəzərdə tutulan insanın çoxluğudur sosial partlayış deyəndə. Bax, bəli. Və bu proses qida çatışmamazlıqda avtomatik ölkə daxilində ziddiyyətlər, münaqişə deməkdir ziddiyyət. Bunun artmasına şərait yaratmışdı. İqtisadi və siyasi zərurət. İqtisadi istehsal prosesidir və siyasi nədir? Münasibət sistemi. Gəlin belə danışaq da, dövlətlər arasında belə bir şey var. Güclü dövlətlər həmişə nisbətən inkişafda olan dövlətləri yanına çəkir. Bəli, güclü dövlət həmişə inkişafda olan dövləti yanına çəkir. Zəif dövləti yanına çəkir deyildi ki. Bəli, ona görə, baxın, güclü dövlətlərdə öz yanına nisbətən inkişafa meyilli, təhsili yaxşı inkişaf etmiş dövlətləri çəkir. Bax, bu prosesə deyirlər siyasi zərurət. Bəli, siyasi zərurət. Məsəl üçün, ABŞ qətiyyən Afrikanın bir ölkəsi ilə dostluq eləmir. Yəni, təhsili yox. Nə vaxt dostluq eləyə bilər? Onun nefti, qazı, dəmir filizi varsa. Bəli, onunla dostluq eləyir. Yoxsa heç nəyi yoxdur. Təhsili yoxdursa, onunla ABŞ məsələn, ABŞ kimi güclü dövlət onunla siyasi münasibət sistemini qurmaz. Ortada nə var? Müəyyən qədər inkişaf etmiş dövlət kimlənsə dostluq edirsə, demək o da inkişaf etməlidir ki, ondan dostluq əlaqəsi qursun. Məsəl üçün, düşünün ki, bir təhsilli adamdır, bir vəzifəli adamdır, qəşəng. Avara ilə dostluq edir. O birisinin də məsəl üçün işi yoxdur, heç nəyi yoxdur, üzərində işləmir, ya təhsili yoxdur, ağzının danışığını bilmir. Yəni, böyük işi olan şəxs, o ağzının danışığını bilməyən, heç işi olmayan, bütün günü boş-boş verilənən insanla gəlib dostluq edərmi? Təbii ki, eləməz. Siyasi zərurət budur. Yəni, həmişə işi olan şəxslər, təhsili olan şəxslər, təhsilli şəxslərlə münasibət qurmağa çalışır. Çünki səni inkişaf etdirən onlardır. Məsələn, gəlib sabah avaranın biri ilə dostluq edəsən, o səni inkişaf etdirəsi deyil. Daha ki, onun rahatlığını görüb, sən də başlayasan avaraçılıq eləməyə ki, mən nəyə görə əziyyət çəksən? Bunun kimi başlayayım rahat yaşamağa da, avaraçılığa. Və məsələ bundan ibarətdir. Eyni dövlətlərdə də sistem belədir. Siyasət prosesi budur. Məsəl üçün, mənim dənizlə aramda olan diyaloq, ünsiyyət deyirik də, bu ünsiyyətdir. Azərbaycanla ABŞ arasında olan diyaloq, dostluq, buna siyasət deyirlər. Yəni, dövlətlər arasındakı o danışıq siyasət adlanır. Vəssalam.
Bəs ABŞ niyə Azərbaycanla dostluq qurdu? Yəni təbii ki, Azərbaycan ABŞ qədər inkişaf etmiş dövlət deyil. Səbəb ondan ibarət idi ki, Azərbaycanın nefti var, qazı var və bu ərazidə müəyyən qədər Azərbaycanın öz mövqeyi var ki, ABŞ-ın işinə yaraya bilər. Bəli. Məsələ bundan ibarətdir. Bax, aqrar ölkədən sənaye ölkəsinə çevrilmə. Bəli, Rusiya bunu planlayırdı ki, islahatlar keçirim. Aqrar ölkə nə deməkdir? Kənd təsərrüfatı olan ölkə. Yəni, yalnız deyirlər, insanlar əkinçilikdə zadlı işləyir. Sənaye ölkəsi nədir? Sənaye ölkəsi, burada qatarlar vermişik, burada yeni texnologiya vermişik. Sənaye ölkəsi yeni texnologiyanın istehsal olunduğu ölkə deməkdir. Bəli, Rusiya buna çalışırdı. Kənd təsərrüfatından sənaye ölkəsinə çevirmək, texnologiya ölkəsinə çevirmək. Feodal tərkimli cəmiyyətinin burca cəmiyyəti ilə əvəz olunması. Feodal tərkimli nə idi? Feodalla kəndli. Burada inkişaf gedə bilməz, çünki təhsil yoxdur. Bəs burca cəmiyyəti nə idi? Burcada fəhlə də var idi, təhsilli də var idi, sahibkar da var idi. Artıq burada ziyalılar var. Ziyalı varsa orada texnologiya olacaq. Bax, ona görə deyir ki, burca cəmiyyətini yaratmaq istəyirdi. Yəni, kapitalizmə keçmək istəyirdi. İqtisadi inkişafın təmin olunması. İqtisadi inkişaf nə deməkdir? İstehsalatın, təhsilin inkişaf etdiyi bir ölkə. Bəli, iqtisadi inkişafın təmin olunması. Təhsilinin, istehsalının təmin olunması. Dövləti bu vəziyyətə çıxartmaq. Hakim dairələrin islahatlara məcbur olması. Niyə məcbur idilər? Bax, bu proseslərin hamısını keçirmək. Dövləti yüksək səviyyəyə qaldırmaq üçün islahatlara məcbur idilər. Artıq o ki, feodal kəndli münasibəti var idi. Feodal kəndli münasibəti sıradan çıxmalı idi. Kəndli müstəqilləşməli idi, muzlu işçiyə çevrilməli idi. O məsələ bundan ibarət idi. Növbəti proses. İndi keçid alırıq əsas Rusiyanın başlatdığı islahatlar. Rusiya təbii ki, birinci növbədə işğal etdiyi ərazilərdə yox, sırf özünün ərazilərində islahatlar başladır. Və bu islahatlar ilk olaraq 1861-ci ildədir. Başlayır. 1861-ci ildə o demək, nə ləğv eləyəcək ümumi şəkildə? Təhkimçilik hüququnu ləğv edir. Rusiyada təhkimçilik nə deməkdir? Baxaq görək, oxuduqlarımızdan təhkimçilik nə demək olduğunu anlamışsınız. Buyurun, kim? Aynişan, bəlkə sən deyəsən, təhkimçilik nə idi Aynişan? Təhkimçilik məcburi şəkildə kiminsə, belə deyim də, qulu olmaq, ona işləmək. İndi o dövr üçün qul yox idi da. Məcburi şəkildə asılı olmaq, belə deyək. Düzdür? Bəli. İndi o dövr, bu feodalizm dövründə qul yox idi, amma məcburiyyət var idi. Məcburən asılısan. Özə təhkimli bilirsiniz necə asılı idi? Tutaq ki, bir kəndlinin təhkimli olması bilirsiniz nə deməkdir? Məsəl üçün, gəlirsən feodaldan torpaq alırsan, bir il ərzində, bir il bitənə kimi sən ondan asılısan. Amma iki tərəfli asılısan ha. Bir dəqiqə gözləyin. Bir dəqiqə gözləyin. Demək, burada necə bir asılılıqdan söhbət ki? Bir var deyirəm ki, asılıdır. Asıllığın tam asıllığı var, bir də yarım asıllığı var. Nədir bu demək? Bax, təhkimçilik tam asıllıq deməkdir. Məsəl üçün, bir kəndli gedib feodaldan bir il müddətdə torpağı götürübdür ki, mən buranı əkib biçəcəm. O da torpağı verir. O başlayır əkib biçməyə. O müddət ərzində demək, həm şəxsi asıllığı, həm də təsərrüfat asıllığı var. Demək, o götürdüyü torpağı əkib biçməlidir. Onun bir hissəsini sahibkara verməlidir vergi şəklində. Bir bu asıllığı var. İkinci asıllığı ondadır ki, o bir il ərzində sahibkardan icazə almadan
ailə həyatı qura bilməz. Yəni şəxsən asılılıq, o şəxsi seçimlərində də asılılıq var. Bax buna deyirlər təhkimçilik. Azərbaycanda şəxsi asıllıq olmuyor. Azərbaycanda yarım asıllıq olubdur. Təhkimçilik deyilən bir şey Azərbaycanda tam şəkildə olmayıb. Bəli. Bu öz yerində. Bax 1861-ci ildə Rusiyanın özündə təhkimçilik prosesi başlayır. Bəli. Yəni təhkimçiliyin ləğvi, bu asıllığın ləğvi başlayır və artıq bu prosesi edən də 1855-1881-ci illərdəki 2-ci Aleksandr idi hakimiyyətdə. Aleksandr başlayır bu təhkimçilik prosesini ləğv etməyə və bununla da nəyə görə eləyir? Deyir ki, bir kəndli asılıdırsa, orada kapitalizmdən danışmağa ehtiyac yoxdur. Yəni kapitalizm yoxdur. Orada demək kəndlinin asıllığı varsa o feodalizmdir. Kəndli də asıldırsa sabah özünü inkişaf etdirə bilməz. Yəni ona görə deyirdi ki, bunu ləğv etmək lazımdır və belə də edirlər. Ləğv edirlər o asıllığı. Sonra məsəl üçün artıq Azərbaycana gələndə 1865-ci ildə Azərbaycanda kəndli cəmiyyətləri haqqında qanun qəbul edilir və bu qanun sahibkar kəndlilərinə şamil edilirdi. Yəni o sahibkardan torpağını alan şəxslərə, kəndlilərə. Desəz müəllim, gəlin belə bir müzakirə qoyaq. Səbəb nə idi ki, dövlət kəndliləri yox, sahibkar kəndlilərə aid islahatlar keçirilirdi. Niyə də? Bax, niyə dövlət kəndlilərinə aid islahatlar yox, sahibkar kəndlilərin vəziyyətini yaxşılaşdırmaq üçün islahatlar keçirilirdi. Bunun səbəbi nə idi sizcə? Deyə bilərsiniz, kim deyə bilər bu haqda? Aynişan. Sahibkar kəndlilər həm dövlət, həm də sahibkara vergi ödədiyinə görə daha çox narazılıq eləyirdi, ona görə. Bəli. Bəli, narazılığın qarşısını almaq üçün birinci o problemin üstünə gedirlər. Məsəl üçün, hamımız da belədir da. Tutaq ki, bugünkü gündə tutaq ki, dəniz olsun. Dəniz görsə ki, hansı yerdə problemi daha çoxdur, o problemin üstünə düşməyə başlayacaq. Məsələn, tarixdir, oxuyur, hansı hissə zəifdir, deyib avtomatik o hissəni oxumağa başlayasın da. Məsələ bundan ibarətdir. Problem harda çoxdur? Hansı tərəf vergini çox ödürsə, o tərəfə islahatı çox keçirir ki, onun vəziyyətini, onun narazılığını aradan qaldırsın ki, sabah Rusiyaya qarşı üsyan qaldırmasın. Bax, budur, əla nişan. Bəli, bax, burada kəndli islahatların əsasları haqqında qoymuşam, kənd idarəsi haqqında əsasnamə qəbul edilir. Mülkədarların kəndlilər üzərində polis məhkəmə hakimiyyəti ləğv edilir. Bu 1847-ci ildə təsdiq olunmuş kəndli əsasnaməsinin qərarı idi ki, mülkədarlara, bu sahibkarlar ki var, onlara kəndlilər üzərində məhkəmə polis hüququ verilir. Məsəl üçün, kəndli öz torpaq götürdüyü sahibkarına hər hansısa bir zədə törətdikdə avtomatik sahibkar polisi çağırıb məhkəmədə o kəndlidən cinayət və yaxud belə şey verə bilərdi. Cəzalandıra bilərdi. Özü birbaşa cəzalandıra bilmir daha. Orada mütləq şəkildə polis məhkəmə hüququ var idi. O kəndlini verirdi, polisi çağırırdı, polis tuturdu, verirdi məhkəməyə. Bəli. Bəli, sonra seçkili orqan olan vahid kənd idarələri yaradıldı. Hansı ki, belə deyək də, bu kənd idarələri, kəndləri idarə etmək üçün bir başçı seçilirdi və bu sahibkarlar öz aralarından bir seçkili orqan yaratmışdılar və orada səs vermə yolu ilə bir nəfəri kəndin başçısı elan edirdilər. Mülkədarların kəndlərin idarəsinə təsiri azaldı, lakin bəy və ağaların torpaq mülkiyyəti saxlanıldı. Bu nə ilə əlaqədar idi? Məsəl üçün, deyirdi ki, kənd idarələri.
orada yuxarı ən başa seçilən şəxsə Rusiya bu tərəfdən tapşırıq verirdi. Deyirdi ki, bu mülkədarlar, sahibkarlar var ha, onlar kəndliləri çox sıxmasınlar. Səbəb nə idi? Deyirdi, kəndli sıxılanda, vergini çox ödəyəndə kəndlinin marağı qalmır sabah işləməyə. Kəndli işləmirsə, bəs məhsul hardan olacaqdı? Kəndli işləmirsə, inkişaf necə olacaqdı? Heç gün. Və bugünkünün özündə fermer təsərrüfatı olmasa, sən məcbursan ki, tərəvəzi, meyvəni xaricdən alasan. Xarici də istədiyi qiyməti qoyur. O xaricdən gətirəndə bu vergi zat üstünə gəlir. Məsələn, bugün 2 manata pomidordursa, xaricdən gəlsəydi olacaqdı 5-6 manata. Bu proseslər hamısı mənfi təsir edirdi. Burada da görürsünüz, aşağıda qeyd etmişəm, vergilərin ümumi miqdarı dəyişməz qalır. Bunda səbəb nə idi? O görürdülər ki, kəndlilər ayağa qalxır, üsyana qalxır, vergiləri azaltmağa doğru çalışırdılar və deyirdilər, eybi yoxdur, azalda bilməsək də heç olmaz stabil saxlayaq, qaldırmayaq. Bu proseslər o dövrün 1865-ci il kəndli cəmiyyətləri haqqında qanunda öz əksini tapır və buna da kənd idarəsi haqqında əsasnamə kimi də qəbul olunur. 1870-ci il kəndli islahatı, təbii ki, burada qeyd etmişəm, bu 2-ci Aleksandr tərəfindən verilmiş islahatdır. 2-ci Aleksandrda bayaq dediyi 1855-1881-ci illərdə hakimiyyətdə olubdur. Birinci növbədə 1870-ci il. Məsəl üçün, fikirləşin ki, 1861-ci ildə belə deyək, Rusiyanın özündə bu islahat keçirilmişdir. Azərbaycanda 8-9 il gecikir islahat. Məsəl üçün, islahatın gecikmə səbəbləri var idi. Əslində bu bir bəhanə idi ki, ilk növbədə Azərbaycan işğal olunmuş ərazidir. Azərbaycanda kəndlilərə tez şəkildə müstəqillik vermək istəmirdilər və müəyyən bəhanələr yaradırdılar. O bəhanələrdə burada 3 dənə şərtlə qeyd etmişəm. İqtisadi şəraitin yetişməməsi. Onlar deyirdi ki, sizdə istehsal prosesi o vəziyyətə çatmayıb ki, yəni sizin istehsalatdakı gücünüz, işləmə qabiliyyətiniz o vəziyyətdə deyir ki, biz sizə o islahatı keçirək, o müstəqilliyi verək. Və deyirdi ki, ikinci bir xüsusiyyət, deyirdi, sizi işğal etmişik, siz bizə tam asılı vəziyyətdə deyilsiniz. Siz məsələn şəxsi baxımdan, şəxsi fikirləriniz baxımdan bizdən asılı deyilsiniz. Biz ona görə bu islahatı gecikdirdik. Amma əslində əsas məqsəd Azərbaycan işğal olunmuş bölgə idi, qorxurdular Azərbaycana müstəqillik verməyə. Qorxurdular ki, sabahlarım Azərbaycanlı şəxslərdən sahibkarlar inkişaf edər və bu sahibkarlar yavaş-yavaş güclənər, sabah üsyan qalxmağa şərait yaradar. Və bunlardan qorxurdular. Bu gecikmə səbəbidir islahatın. İslahatın əsas müddəaları yalnız sahibkar kəndlərə şamil edilirdi. Bayaq dediyimiz xüsusiyyət, təbii ki, sahibkar kəndli vəziyyəti ağır idi. 2 yerə vergi ödəyirdi. Ən çox problem bunlarda idi. Üsyan qaldırmasın deyə ilk növbədə onların problemi həll olunurdu. Onlara qarşı belə deyək, islahatlar keçirirdilər sahibkarlara qarşı. Təbii ki, burada bayaq danışdığımız, yəni bu islahatların keçirilməsində məqsəd nə idi? Kəndliyə azadlıq verirdi. Artıq kəndli muzcu işçiyə çevrilirdi. İstəsəm işləyirəm, istəsəm işləmərəm. Pul xoşuma gəldi, verdiyim məvacib xoşuma gəldi, işləyirəm, xoşuma gəldi, işləmirəm. Məndən asılıdır. Və məsələ bunlardan ibarət idi. Növbəti torpaq mülkiyyət məsələsi tənzimləndi. Bu nədir əslində? Bax, aşağıda qeyd etmişəm, kəndlər torpaq pul müqabilində xilas edirdilər. Bu nədir? Bu deməkdir ki, kəndliyə deyirdi ki, sənin pulun varsa gəl torpağı al. Yəni, asılı olma da, deyirdi. Gəl torpağı al, özün çevril sahibkara. Yəni, az torpağı olan şəxslər var idi, onlara qolçomaq deyirdilər.
Hələ tam sahibkarın böyük forması yoxdur. Elə bir tezə biznesə başlamış adam nəzərdə tutaq ki, tezə biznesə başlayıbdır, yeni işlər qurur. O hələ tam sahibkar kimi getmir də. Görək bu öz işini 6 aydan çox müddətə davam etdirə biləcəkmi ki, biznes sahibinə, sahibkara çevrilsin. O məsələ bundan ibarət idi. O da mümkün. Və deyirdi, gəl pulu ver, torpağı al. Torpağı aldın, sən artıq mükəlləfiyyət daşımayasın, məcburiyyət. Bəli, məcburiyyətin yoxdur. Ondan sonra istədiyin vaxt torpağı vək, istədiyin vaxt biç. Və deyir ki, sən artıq torpağının sahibiçənsə, sən sahibkara pul verməyəsən. Bir dənə dövlətə vergi ödəyəsən, vəziyyətin də yaxşı olacaq. Amma təbii ki, 1870-ci ildə verilən bu qanunda dövlət, o sahibkar kəndlinin buna gücü çatırdı bu məsələsi var. Təbii ki, çatmırdı. Səbəb nə idi? Səbəb ondan ibarət ki, məsəl üçün, Rusiyada əgər torpaq 10.000-ə satılırdısa, Azərbaycanda torpaq 30-40 dəfə baha satılırdı. 300.000, 400.000-ə. Desəz ki, niyə belə eləmişdilər? Çünki Rusiya Azərbaycanı işğal etmişdi, istəmirdi ki, Azərbaycanlıların çoxu torpaq sahibi olsun. İstəyirdi ki, çox vaxt asılı qalsın. Ona görə baha satırdılar. Və prosesi gecikdirməyə çalışırdılar ki, Azərbaycanlının başı qarışsın problemə, torpaq almaq uğrunda gecəsinin gündüzünə qaçsın və onun üsyan etmək kimi bir fikri olmasın. Müstəqilliyə çıxmaq kimi bir fikir olmasın. O məsələ bundan qaynaqlanırdı. Bunlardan ibarət idi ki, elə bir problemlər yaradılırdı ki, süni şəkildə qoy Azərbaycan müstəqilliyə can atmasın. İslahatların həyata keçirilməsi məsələsi, təbii ki, belə deyək, bir şeydə deyəm, demək, ən bahalı torpaqları Azərbaycan ərazisində 1804-cü ildə ləğv olunan Gəncə xanlığında idi. Yelizavetpol adlandırılmışdı. Yelizavetpol ərazisində ən baha torpaqlar satılırdı. 40 dəfə, məsələn, Rusiyanın mərkəzində 10.000-ə satılan torpaq Yelizavetpolda 400.000-ə satılırdı. 40 dəfə artıq qiymətə, baha. Bəli, bu öz yerində. İndi əsas məsələlərdən biri 1870-ci il əsasnaməsində torpaq prosesi idi. Yaxşı, burada nə baş verir? Məsəl üçün, orada bir çox xüsusiyyətlər vardı. Torpaq mülkiyyətidir, vergi və mükəlləfiyyətdir. Sən, məsələn, məcbursan bunu etməyə, mükəlləfiyyət daşıyırsan və vergi verməlisən. Və bir də kəndlinin feodal asıllığından azad edilməsi məsələsi dayanırdı 1870-ci il məsələsində. O da hələ torpaqların satın alınması idi. Məsəl üçün, kəndlilər 5 desiyatin torpaq verilirdi. Artıq olarsa, o 5 desiyatindən artıq sahibkarın xeyrinə kəsilib götürülürdü. Yəni 5 desiyatin, 1 desiyatin o keçən dəfə 1847-ci il kəndli əsasnaməsində qeyd etmişdim. 1 desiyatin 1,9 hektardır. Yəni 5,5 hektarda 5 desiyatin. Deyirdi ki, bu islahatda. Deyirdi, bax, sənə 5 desiyatin verirəm. 15 yaşına çatmış hər bir şəxsə 5 desiyatin torpaq verirəm. Deyirdi ki, sən bu 5 desiyatindən az olarsa torpağın vermirəm. Yəni onun üstünü tamamlamıram 5 desiyatindən. Amma sənin torpağın 5 desiyatindən çoxdursa, onun mən 5 desiyatindən artıq olan hissəsini kəsib götürüb sahibkara verirəm. Kəndliyə 5 desiyatindən artıq torpağa icazə verilmirdi əkib biçməyə. Niyə? Çünki tez varlana bilərdi. Tez varlanması da sabahların varlanmış Azərbaycanlıların silah sahibi olmasına, silah sahibi olanda Rusiyaya qarşı üsyan qaldırmasına bu kimi proseslərə səbəb ola bilərdi. Və bu proses təbii ki, Rusiya üçün mənfidir.
Ən vacib yenilik kəndlilərin öz pay torpağını satın alıb şəxsi mülkiyyətə keçirmək. Bayaq dediyim. Kəndliyə deyirdi, pulun var, ya torpağı var. Bu, o torpaq islahatında yenilik idi. Və bir şey deyim. Rusiyada da bu torpaq islahatı keçirilmişdi. Rusiyadakı kəndliyə Rus dövləti dəstək dururdu. Öz kəndlisinə də, Rus kəndlisinə. Deyirdi ki, mən sənin yerivə, dövlət sənin yerivə o torpağı sənə satana pul ödəyəcək. Sən də onun yerinə sabah dövlətə kredit kimi aylıq pul ödəyərsən. Məsəl üçün 49 il ərzində ona şey verir ki, 49 il ərzində ödə qutar. Özü də cavanlara verilirdi. Əsasən 15 yaşına çatmış ailə üzvlərinə satılırdı bu torpaq və məcburi idi. Sən məcbur idin o torpağı almağa. İndiki hipotekaya bənzəyir də, dövlət hipotekasına. Gəlsən alırsan, 25 ili ödəyib qutaracam. Bəli. Yəni dövlət sənə dəstək dururdu. Amma Azərbaycan işğalda idi, Rusiya ona kömək eləmdi. Deyirdi ki, pulun var al, yoxunu da alma. Dövlət sənə kömək dura bilməz. Bu torpaq islahatı idi həmənki dövr üçün. Çar idarəçiliyinin mülkədarların mənafeyinə həyata keçirdiyi 1870-ci il islahatı. Belə deyək, orada bax, bayaqlarım dediyim xüsusiyyətdir. Bunu da slide formasına salmışam. İndi buradan əvvəlki dediyim prosesdir ki, bax, orada 5 desiyatindən artıq oldu, kəsib götürülürdü sahibkarın xeyrinə. Bir də burada məsələ nədən ibarət idi? Tutaq ki, kəndli torpaq ayrılır da. Kəndliyə deyirdi ki, sən onun, belə deyək də, daha doğrusu sahibkar ki, torpaq var idi. Sahibkara deyirdi ki, sən bu torpağın 1/3 hissəsini, məhsuldar olan 1/3 hissəsini özünün şəxsi mülkiyyətinə keçirə bilərsən. Yəni, zaten bütün torpaqlar dövlətə məxsus idi, sonda dövlətin idi. Amma sahibkar müəyyən məvacib ödəyib onu götürmüşdü da. Deyirdi ki, mən gələcəkdə torpaq lazım olsa hamısını sənin əlindən almayacağım. Sən o torpağın 1/3 hissəsini özünə götürə bilərsən. Məhsuldar hissəni seç, gələcəkdə işlətməyə. Özünün şəxsi mülkünə keçir o 1/3 hissəni. Məsələn, 30 hektar torpağın varsa, 10 hektarını keçirə bilərsən öz adıma. Tonlu şəkildə keçirib, gələcəkdə də o ərazini daha dövlətə məxsusluğu yoxdur. Dövlət sabahlarım o ərazini istəsə, verməmə ixtiyarım var ki, bu mənim şəxsi mülkümdür. Bu proseslər özünü əsasən göstərir bu dövr üçün. Vergi və mükəlləfiyyətlər, burada bəzi şeyləri qeyd eləmişəm, bunların açıqlamasını verim. Bax, ümumi şəkildə belə bir şey var idi də, mükəlləfiyyət daşımaq. Sən feodaldan torpaq almışsansa, ona aid mükəlləfiyyət daşıyırdın. Məsəl üçün, 18 gün torpaq aldığın şəxsin mülkündə havayı işləməli idi. Oradan ailə üzvləri seçilməli idi, hər ailədən bir nəfər. O 18 gün, bir il boyunca 18 gün o bəy, ağanın, sahibkarın torpağında havayı pulsuz işləməli idi. Bəli. Yavaş-yavaş bu proses pulla əvəz olunurdu. Deyirdi ki, işləyə bilmirsən, tutaq ki, birinci günü gəlməlisin, birinci gün gələnmirsən. Onun yerinə pul ödə, sənin yerinə başqası işləsin. Bəli. Pul ödə onun yerinə, sənin yerinə başqası işləsin və beləlikcə görürsünüz, o mükəlləfiyyət yavaş-yavaş pulla əvəz olunurdu. Amma sən məcbur idin o mükəlləfiyyəti daşımağa. Sən məcbur idin, yəni pul da verib varsa, öz yerivə kimisə işlətməyə o sahibkarın torpağında. Niyə? Çünki sahibkardan asılı idin, ondan torpaq almışdın. Bəli. Və sən o torpağı ki, becərdin, əkib becərdin, ona 1/10 hissə olan malcəhət vergisi ödəyirdin. Məsəl üçün, 500 kilo məhsul yığmışsansa torpaqdan. Burada görürsünüz, qeyd eləmişik, görürsünüz, elə bir buğdanı uzadıbdır, o məmura vergini verir. Məhsulun, tutaq ki, 500 kilo məhsul yığıbdırsa, onun 1/10 hissəsini. Yəni, 50 kiloqramını
vergi kimi verməli idi. Başqa bir yönü yox idi. Bəhrə nə idi? Bəhrə su pulu idi. Sudan istifadəyə görə vergi ödəməli idi. Çünki bu su kanalizasiya sistemini quran əsasən dövlət idi və sahibkar idi. Bunlara ona görə sən bəhrə vergisi, su pulu vergisi ödəməli idin, deyir. Bəli, bax, burada bəhrə də, malcəhət də budur. İslahatın nəticələri ümumən nədir? Burada hansı xüsusiyyətlərə gətirib çıxardır? Təbii ki, kapitalizm inkişaf etməyə başlayır. Kəndlilər nisbətən müstəqilləşir. Kəndli öz pulu varsa torpağını ala bilirdi. Kəndli, məsəl üçün, əvvəl feodalizm dövründə kəndli gəlib bir kəndlinin feodala çevrilməsi çox çətin proses idi. Amma kapitalizm dövründə bir kəndli gecə-gündüz işləyirdi, pul yığırdı, birdən-birə gəlib torpağı alırdı. Torpağı alan kimi o çevrilirdi nəyə? Qolçomağa, sahibkara. Yəni, burada artıq kəndli daha müstəqil idi. Pulun varsa ged al. Bugünkü dövrdə elədirdi də, kapitalizmdir. Pulun varsa 5 kəs sənə heç nə deyə bilməz. Get 5 mərtəbəli bina tikdir. Tikdir, sat, daha artıq qazan. Bacarığın varsa elə. Bəli, heç sənə qarışa bilməz bundan bağlı. Məsələn, var kəndli təbəqəsi, varlı kəndlilər qolçamaqlılar, bayaq dediyimiz. Ortabablar pay torpaqları aldılar, varlı fermerlərə çevrildilər, yəni sahibkarlar, fermer. Özünün təsərrüfatı olan kəndliyə çevrildi, sahibkara çevrildi. Görürsünüz bu fermeri, arxada özünə işgüzar tutubdur. Bəli. Sonra az torpaqlı kəndli, muzdur, muzlu, işçi kimi çalışırdı. Az torpaqlı kəndli, məsəl üçün bunun 1 hektar torpağı var, oradan çox 1 hektarı əkməklə özünündür. 1 hektarı əkməklə az qazanır da. Bu istəyir ki, sahibkara çevrilsin. Ona görə gedirdi, kiminsə torpağında muzlu pul qarşılığında işləyirdi. Sabah deyirdi ki, pul yığım, torpağımı biraz da artırım, mən də sahibkara çevrilim. Bəli. Bax, bu proses kapitalizm münasibətlərinin zaman-zaman formalaşmasına səbəb olurdu. Yadınızda saxlayın. Ümumi şəkildə inkişaf nə zaman gedir? Sən artıq qazanmağa başladıqda, özünü inkişaf etdirməyə başladıqda. Məsəl üçün, gəl fikirləşən ki, gedib arazda bir kasır işləyərək, aya 500-600 manatdan ancaq sən öz nəvi, öz təminatı apara bilərsən, ehtiyaclarını qarşılaya bilərsən. Amma sən, məsəl üçün, 2 işdə işləyərək, tutaq ki, arazda işləyirsən, bir də başqa, tutaq ki, Ehtiram müəllim deyək də, Ehtiram müəllim bir abituriyentlərə dərsləyir, bir də müəllimlərə dərsləyir. Ehtiram müəllim əslində bir dənə abituriyentlərə dərsləyə bilər də, müəllimlərə ehtiyac durmaz özünü yormağa. Amma məsəl üçün, özünü inkişaf etdiribdir, 30 yaşında, 40 yaşında özündən böyük müəllimlərə dərsləyirəm. Nəyə görə dərsləyirəm? Tutaq ki, abituriyentdən qazandığım pulla özüm dolananda müəllimdən qazandığım pulu arxaya atır. Məsəl üçün. Bax, əlavə iş kimi da, yəni işləyirsən, özünü inkişaf etdirmirsən. Yəni, onun üçün də məsəl sən özünü inkişaf etdirməlisən. Bax, buradakı eyni muzlu işçi məsələsi ona bənzəyir. Özünün işi var, əlavə bir işdə də çalışırsan ki, qoy əlavə qazanasan, çevriləsən varlı insana, sahibkara. Bax, budur məsələ. Ümid edirəm ki, bu doğru ifadələrimlə, şeylərimlə başa düşürsünüz, heç bir problem yoxdur. Burada sizə, indi bunu da danışıb yekunlaşdıracağım. Digər prosesləri də atacağım slaytları və izahı da yükləyib göndərəcəm. Gələn dərsə də uşaqlar 6-cı, 7-ci paragrafları verəcəm, oxuyarsınız. Bu hissəni sual-cavab eləyəcəm. Bu hissə çətin deyə bugün izahı uzatdım, biraz izahı çox verdim.
Gələn dərs sual cavabımıza biraz daha çox yer ayıracağıq. Gələ bir eləyək. Elə bir paragraf verin. Çünki bu yay dərsidir. Nə öyrənsəz qənimətdir. Bir paragraf, 6-cı paragrafı verirəm. 5-ci paragraf təkrar. 1, 2, 3, 4, 5, 6. Bunların hamısını ümumi təkrar edirsiniz. Gələn səfər sual cavab eləyərik və testlər üzərində gedərik. O testi bitirərik. Elə. Demək, burada 1912-13-cü il Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında qanun verilir. Bu əslində bilirsiniz nə idisə? Artıq Rusiya görür ki, yavaş-yavaş Azərbaycanlılara müsbət davrandıqca Azərbaycanlılara etibar eləməyə başlanılır müəyyən qədər. Və o başlayır Azərbaycanlılara dəstək durmağa. İşğal etdiyi Azərbaycanlılara dəstək durur və deyir ki, Azərbaycanlıya kapitalizm inkişaf etməyi üçün, sənin daha çox qazanmaq üçün sən məcburi şəkildə torpağı almalısın. O yan bu yanı yoxdur. Sən daha kimdənsə asılı olmayasın. Bir dənə dövlətdən asılı qalarsan, Rusiya dövlətindən. Rusiya dövləti sən torpağı almaq üçün pul ödəməli deyilsən. Rusiya dövləti o pulu ödəyəcək torpaq satan şəxsə. Və sən də o pulu 20 il müddətinə 6%-lə geri qaytarmalısan. Bəli, 20 il 6%-lə. Məsəl üçün 100.000 pul verilibdirsə, onu 20 ilə ay ərzində ödəməlisən hipoteka kimi və o pulu mən verəcəm deyir. Sən mənə ödəyəsən xırda sonra. Bugünkü kredit sistemi. Bəli. Azərbaycan kəndlisi də bunu almağa məcburdur. Çünki Rus dövləti bir qərar qoyub, sən də Rusun tərkibindəsən. Almalısan və salam. Və beləliklə uşaqlar, müvəqqəti mükəlləfiyyətlik, yəni sənin məcburi şəkildə mükəlləfiyyət daşımağın aradan qaldırılır. Çünki öz torpağın olur. Sən heç kəsdən torpaq almırsan da. Öz torpağın var, əkirsən, bikirsən, məhsulunu bazara çıxardırsan, istədiyin qiymətə satırsan, dövlətə vergi ödəyirsən, zaman-zamanla inkişaf edirsən. Nə qədər çox işləsən, nə qədər məhsulunu yaxşı qiymətə satsan, o qədər sən varlanmağa başlayırsan və torpağın da pulunu 20 il ərzində yavaş-yavaş ödəməyə başlayırsan. Bu proses 1912-ci ildə yenə də dövlət kəndlilərinə yox, sahibkar kəndlilərə aid edildi. Dövlət kəndlilərinə aid qanun deyil, sahibkar kəndlilərinə aid qanundur. Çünki sahibkar kəndlilərinin vəziyyəti ağır olduğuna görə sahibkar kəndlilərdən həmişə qorxurdular. Üsyan qaldırmasın deyə onlara dəstək dururdular, islahat keçirirdilər və onlara kömək edirdilər. Bu öz yerində bu qədər uşaqlar. Daha çox yormuram, bunu yükləyəcəm YouTube kanalımıza.